Salam, dəyərli müştərilərimiz. 155 kvadrat, 5 otaq, kupça paket, 4 sotun içində şəxsi tikili evimiz var. Evimiz qəsəbə binanə Safvaz ərazisində, kanalüstü Pekarın yaxınlığında yerləşir. Gördüyünüz kimi evimizin koridor hissəsindən çəkilişə başladıq. Evimizin kombi radiatoru nə qədər var. Şəxsi tikili yaşayışlı evdir. Burada evimizin mətbəx hissəsidir. Mətbəx mebeli yeni yığılıb. Qiymətini də deyim ki, 3500 manat yiyəsi mətbəx mebelinə xərc eləyib. Sanitar sanuzelimiz ayrı-ayrıdır. Gördüyünüz kimi burada evimizin sanitar qoşağıdır. Asma tavan vurulacaq yəsi tərəfindən. Burada evimizin hamam otağı. Ölçülər həqiqətən də çox geniş. Dediyimiz kimi 155 kvadrat şəxsi tikili kupçalı evdir. Evimizin sol tərəfində bir yataq otağımızdır. Hər yataq otağının kombi radiator nə qədər var, aboyu vurulub, dörd bir tərəf qoşadaşdan inşa olunub. Burada evimizin ikinci bir yataq otağıdır. Ölçü baxımından söhbət eləmirəm. Yəni 155 kvadrat 5 otaqlı evin otaqların ölçüsündən nə deməkdir? Yəqin ki, öz fikrinizdə bir formalaşdırın. Burada evimizin buranı qardirob kimi istifadə edilir hal-hazırda yiyəsi. Yəni burada deski otaq çıxar. Burada paltaryon maşınlar da kolleksiyadır yəqin. Burada da evimizin dördüncü bir otağıdır. Burada tam təmirlidir. Kombi radiator nə qədər var? Keçid evimizin qonaq otağı ilə tanış olaq. Burada da gördüyünüz kimi evimizin geniş bir dənə qonaq otağı 4 yarımın 8 yarıma. Burada da həmçinin kombi radiator öz qaydasındadır. Həqiqətən də çox möhtəşəm bir ölçüyə malikdir bu qonaq otağı. Əsl geniş ev axtaranların nəzərinə çatdıraq ki, bu ev o evdir. Keçid edirik evimizin həyətyanı sahəsində tanış olmağa. Evimizin həyətyanı sahəsinə keçməzdən əvvəl daxil olarkən belə bir kiçik koridor qarşılayır bizi. Evimizin həyətyanı sahəsidir. Sol tərəfindən evimizin əlavə bir torpaq sahəmiz də var. Bu evə məxsusdur. Belə, dəyərli müştərilərimiz, evimizin təqdimatı sona çatır. 4 sotun içində bir də belə bir görüntü götürün. Burada naves hissəsi var. Maşını saxlayıb rahatlıqla geniş bir həyətyanı sahəsində düşdün, hərəkət elədin. Qiymət 115 min manat, kupça paket, qəsəbə binası Safvaz kanalüstü tərəfdə. Qazımız, işığımız, su, artizan quyu suyu o da var. Kürsülü evdir, nəmişlikdən söhbət gedə bilməz. Buyurun, əlaqə saxlaya bilərsiniz. Qiymətə gələndə 115 min manatdan real alıcıya real belə endirim olunacaq.